Dostlar, dəyərli müştərilər, Bayma komisine təmir üçün yaxınlaşmışıq. Müştərinin evində komisində problem. Fanın içərisinin, göstərim sizlərə. Fanın içərisində burada pərvanə hissələri bir neçə hissəyə dağıldığını görürük. Yəqin ki, göstərə bildim. Bu niyə belə parçalanıbdır? Sözün açığı başa düşə bilmirəm. Ana esenjor yetərincə qurun bağlamışdı. Ola bilər soğura bilməyibdir və yaxud yüksək qaz alışması nəticəsində baş verib. Prosestat dediyimiz detal, orada yeni prosestatı verir. Prosestat dediyimiz detalda, bax bu hardasa deyək ki, sağlam prosestat. Bu da ki, fanın pərvanələrin qopma nəticəsində əriyib, bərbad günə düşmüş bir prosestat. Bilmirəm ki, bu giriş çıxışı qalıb, qalmayıb. Kabel giriş çıxışlarını göstəreyim. Burada da prosestatın fan arasında bağlanan hissənin giriş çıxışı. Burada biz prosesatı və fanı yeniləyərək kombidə olan problemləri aradan qaldırmış olacaq. Müştəri də xatırladım ki, Omega servis olaraq bizə müraciət edib. Sizlər də Omega servis olaraq bizə müraciət edib kombinizdə, radiatorlarınızda olan problemləri həll edə bilərsiniz. Sağ olun.